Çavanlarda infarkt niye daha təhlükəlidir? Əziz izləyicilər, salamlar. Bugün sizinlə çox vacib və həyati əhəmiyyətli bir mövzunu müzakirə edəcəyik. Soruşulacaq sual budur. Nədən cavan adamlarda ürək infarktı yaşlı insanlara nisbətən daha ağır keçir və qəfil ölüm riski daha yüksək olur? Bəlkə də bunu eşidəndə təəccüblənirsiniz. Ancaq bu tibbi faktdır və bunun ardında ciddi səbəblər durur. Gəlin birlikdə bu səbəbləri araşdıraq və nə üçün gənc insanların ürək sağlamlığına daha çox diqqət yetirməli olduğunu öyrənək. Kollateral qan dövranının zəifliyi. İlk və ən vacib səbəblər arasında kollateral qan dövranının zəifliyi dayanır. Gəlin bunu sadə şəkildə izah edək. Cavan insanların ürəyində alternativ qan dövranı şəbəkəsi hələ tam formalaşmayıb. Bu nə deməkdir? Bu o deməkdir ki, əsas koronar arteriyalardan biri tıxanarsa, ürəyi qidalandıracaq ehtiyat yolları yoxdur və ya çox zəifdir. Təəssüf ki, bu ürək əzələsinin böyük bir hissəsinin qəfil oksigen açlığına düşməsinə səbəb olur. Nəticə isə daha geniş və ağır infarkt zonasıdır. Ürək hüceyrələrinin həssaslığı. İkinci mühüm faktor isə gənc insanların ürək hüceyrələrinin xüsusiyyətləri ilə bağlıdır. Gənc insanlarda ürək hüceyrələri daha aktiv işləyir, metabolizmi daha sürətlidir və enerji tələbatı yüksəkdir. Buna görə də onlar oksigen çatışmazlığına çox daha həssasdırlar. Bir damar tıxanarsa, bu aktiv hüceyrələr daha tez zədələnir və dönməz zərər alırlar. Yaşlı insanlarda isə hüceyrələr artıq daha yavaş işləyir və oksigen açlığına bir qədər daha davamlıdır. Qəfil və tam tıxanma. Üçüncü səbəb trombozisin xarakteri ilə əlaqədardır. Cavanlarda ateroskleroz adətən erkən mərhələdə olur və plak qatının üzərində qəfil qan laxtalanması baş verir. Bu, damarın tam və ani şəkildə tıxanmasına gətirib çıxarır. Yaşlılarda isə xroniki daralma zamanı orqanizm tədricən adaptasiya edir. Amma cavanlarda bu adaptasiya müddəti olmur. İnfarkt qəfil baş verir və ürək üçün şok effekti yaradır. Həkimə gec müraciət. Dördüncü və bəlkə də ən faciəli səbəb. Bu, cavan insanların simptomları vaxtında qiymətləndirə bilməməsidir. Çox vaxt cavan adamlar sinə ağrısını, mədə ağrısı, əzələ dartılması və ya sadəcə stressdən gələn halsızlıq kimi qiymətləndirirlər. Onlar özlərini gənc və sağlam hiss edirlər və infarktın onları toxuna biləcəyinə inanmırlar. Beləliklə, qiymətli vaxt itirilir. Təəssüf ki, bu gecikmə ölümlə nəticələnə bilir. Qızıl zaman. Tibb elmində qızıl zaman anlayışı var. Bu, infarktın ilk saatlarını ifadə edir. Təcrübə göstərir ki, damar tıxanmasından sonra ilk 1-3 saat ürək əzələsini xilas etmək üçün həllədicidir. Əgər bu müddət ərzində tıxanma aradan qaldırılarsa, ürək əzələsinin böyük hissəsi sağ qala bilər. Amma əgər müraciət gecikirsə, ürək əzələsi geri dönməz şəkildə zədələnir və xəstənin həyatı böyük təhlükə altına düşür. Yaş qoruyucu faktor. Deyil. Bir şeyi çox aydın şəkildə başa düşmək lazımdır. Yaş sizin üçün qoruyucu faktor deyil. Əgər sinə nahiyəsində ağrı, sıxınma hissi varsa, nəfəs darlığı yaşayırsınızsa, soyuq tər tökülürsə, qəfil halsızlıq və ya ürək döyüntüsü başlayırsa, dərhal təcili yardım çağırın. Gəncliyinizə arxayın olmayın, infarkt yaş seçmir. Bu simptomlar həyatınızı xilas etmək üçün sizə verilən xəbərdarlıq siqnallarıdır. Kollateral qan dövranı nədir? İndi gəlin kollateral qan dövranının nə olduğunu daha ətraflı başa düşək. Kollateral qan dövranı bir növ ürəyin ehtiyat qan təchizatı sistemidir. Təsəvvür edin ki, şəhərdə əsas yol tıxanıb, amma kiçik alternativ yollar var ki, maşınlar orada gedə bilir. Eynilə də əsas koronar arteriyalar zədələnəndə bu kiçik alternativ damarlar ürək əzələsini qidalandırmağa davam edir. Bu, ürəyi tam zədələnmədən qoruyur. Hərəkətsizlik və kollateral zəiflik. Ancaq problem buradadır. Cavan insanların əksəriyyəti oturaq həyat tərzi sürür. Fiziki aktivlik azdır, hərəkətsizlik üstünlük təşkil edir. Nəticədə bu alternativ kollateral qan dövranı şəbəkəsi ya çox zəif inkişaf edir, ya da heç formalaşmır. Orqanizm ehtiyac hiss etmədiyi üçün bu ehtiyat yolları qurmur. Və məhz bu, infarkt zamanı böyük təhlükə yaradır. Fiziki yük və infarkt riski. Maraqlı bir faktdır ki, cavan insanlar infarktı çox vaxt intensiv fiziki yüklənmə və ya güclü emosional stres zamanı yaşayırlar. Birdən-birə yüksək fiziki iş, ağır idman məşqi və ya güclü stres ürəyin oksigen tələbatını kəskin artırır. Amma kollateral şəbəkə zəif olduğu üçün ürək bu tələbatı ödəyə bilmir. Nəticə, kəskin ürək əzələsi zədələnməsi, yəni infarkt. Ürəyin yüklənməyə cavabı. Deməli, əsas problemlərdən biri budur ki, kollateral koronar şəbəkə olmadıqda, ürək artan oksigen tələbatına adekvat cavab verə bilmir. Ürək özünü qorumaq üçün ehtiyat vasitələrə malik deyil.
Əsas arteriya tıxananda alternativ yol olmadığı üçün ürək əzələsi dərhal oksigensiz qalır və zədələnir. Bu proses çox sürətli baş verir və dönməz nəticələrə gətirib çıxarır. Yaşlılarda adaptasiya. İndi isə baxaq, yaşlı insanlarda vəziyyəti nədən fərqlidir? Yaşlı insanlarda ateroskleroz prosesi illərlə davam edir. Bu müddət ərzində ürək tədricən oksigen çatışmazlığına uyğunlaşır. Daralmış arteriyalar ətrafında kiçik-kiçik alternativ kapilyar damarlar spontan şəkildə inkişaf edir. Bu, bir növ təbii yan yol sistemidir ki, ürək qidalanmasını müəyyən dərəcədə təmin edir və infarkt zamanı zədələnmə sahəsini məhdudlaşdırır. Oturaq həyat tərzi. Müasir cavan nəslin böyük problemi oturaq həyat tərzidir. Kompüter qarşısında işləmək, zehni əməyin fiziki əmək üstələməsi, hərəkətsizlik, bütün bunlar ürək damar sisteminin zəiflənməsinə gətirib çıxarır. Nəticədə, alternativ kollateral qan dövranı yetərincə inkişaf edə bilmir və bu, infarkt zamanı ürəyi müdafiəsiz edir. İnfarkt sahəsinin müqayisəsi. Gəlin fərqi vizual olaraq başa düşək. Yaşlı insanlarda infarkt sahəsi adətən daha səthi və yüngül keçir. Nə üçün? Çünki inkişaf etmiş kollateral şəbəkə ürəyin böyük hissəsini qidalandırmağa davam edir. Cavanlarda isə vəziyyət tamamilə fərqlidir. İnfarkt sahəsi daha dərin, daha geniş və daha ağır keçir. Kollateral şəbəkə zəif olduğu üçün ürək əzələsinin böyük hissəsi zədələnir. Tövsiyə və nəticə. Əziz dostlar, nəticə olaraq bu məsləhətləri sizinlə bölüşmək istəyirəm. 40 yaşından sonra hətta özünüzü sağlam hiss etsəniz də mütləq hərəkətli həyat tərzi sürün. Mütəmadi fiziki aktivlik ürək damar sistemini gücləndirir və kollateral qan dövranının inkişafına kömək edir. Risk qrupuna daxil olan hər kəs, xüsusilə ailədə ürək xəstəlikləri varsa, yüksək təzyiq, diabet, piylənmə və ya siqaret çəkən insanlar, ən azı ildə 2 dəfə kardioloq müayinəsindən keçsin. Yadda saxlayın, sağlamlıq ən böyük sərvətdir. Özünüzə və ürəyinizə qayğı göstərin. Sağlıqla və uzun ömürlə qalın. Bu videonu izlədiyiniz üçün təşəkkür edirəm.